Hər vaxtınız xeyir. Bugün istənilən şirkətin, istənilən təşkilatın qarşılaşdığı ən çətin məsələlərdən birini danışacağıq: dəyişiklik. Və daha da önəmlisi, bu dəyişiklikləri necə uğurla idarə etmək olar? Gəlin bunun sirlərini birlikdə açaq. Yol yoldaşımız isə demək olar ki, bu sahənin klassikası sayılan bir mənbədir. Harvard Business Review-nun dəyişikliklərin idarə olunmasına həsr olunmuş ən yaxşı 10 məqaləsi. Görək mütəxəssislər bizə nə məsləhət görür. Gəlin birbaşa əsas sualdan başlayaq. Həqiqətən, niyə belə olur ki, böyük ümidlərlə, yaxşı niyyətlərlə başlanan dəyişikliklərin, islahatların çoxu sonda uğursuzluğa düçar olur? Yəqin ki, çoxunuz bununla rastlaşmısınız. Gəlin görək problem hardadır. Deməli, məsələ burasındadır ki, bu yolda hamının düşdüyü, təkrar edilən səhvlər, yəni tələlər var. Baxın, burada 8 klassik səhv var. Bunları demək olar ki, bütün uğursuz layihələrdə görmək mümkündür. Məsələn, təcillik hissi yaratmamaq. Yəni, heç kimin dəyişikliyin həqiqətən vacib olduğuna inanmaması. Və ya əksinə, bir-iki kiçik uğur qazanan kimi hər şey bitdi, qələbə deyib arxayınlaşmaq. Bax, bu, bütün səyləri bir anda məhv edə bilər. Yaxşı, bu qədər səhvdən danışdıq. Bəs düzgün yol hansıdır? Bir alternativ olmalıdır, elə deyilmi? Əlbəttə var. İndi isə gəlin səhvlərdən dərslərə keçək. John Kotter'in təklif etdiyi 8 addımlı bir model var ki, bu illərdir özünü doğruldu. Və bu, sadəcə kitablarda qalan bir nəzəriyyə deyil, həqiqətən də işləyən, real nəticələr verən bir yol xəritəsidir. Deməli, hər şey möhkəm təməldən başlayır. İlk 4 addım məhz bu təməli qurmaq üçündür. Birincisi, təcillik hissi yaratmalısan. Yəni, hamı başa düşməlidir ki, köhnə qaydada davam edə bilmərik, dəyişmək məcburiyyətindəyik. Sonra, bu işi tək başına edə bilməzsən. Sənə güclü bir komanda lazımdır, yəni rəhbər bir koalisiya. Ardınca isə aydın bir vizyon gəlir. Biz hara gedirik? Və ən əsası, bu vizyonu hamıya yorulmadan hər fürsətdə çatdırmaq lazımdır. Təməl möhkəmdirsə, artıq hərəkətə keçmək olar. 5-ci addım, insanlara güc vermək. Yəni, qarşılarındakı bürokratik maneələri qaldırmaq, onlara sərbəstlik vermək. 6-cı addım məncə ən vaciblərindən biridir. Kiçik də olsa, qələbələr qazanmaq. Bu, həm motivasiya yaradır, həm də sübut edir ki, düzgün yoldayıq. Bu kiçik uğurlar birikərək böyük dəyişikliklərə yol açır. Və sonda bütün bu yenilikləri şirkətin mədəniyyətinə hopdurmaq, yəni onu qalıcı etmək lazımdır. Yaxşı, əlimizdə möhtəşəm bir 8 addımlı plan var. Amma bir dəqiqə, bütün bunları kim edəcək? Əlbəttə ki, insanlar. Əgər onları öz tərəfinizə çəkə bilməsəniz, ən yaxşı plan belə bir kağız parçasından ibarət qalacaq. Odur ki, gəlin insan faktorundan danışaq. Bir əmr, bir e-poçt göndərməklə insanları dəyişə bilməzsiniz. Onları inandırmaq lazımdır. Bu, sanki bir seçki kampaniyası kimidir. Yəni, insanların həm məntiqinə, həm də emosiyalarına toxunmalısınız. Buna inandırma kampaniyası deyilir. Bax, bu kampaniyanın da 4 mərhələsi var. 1. İlk növbədə zəminə hazırlamaq. İnsanları psixoloji olaraq bu fikrə öyrəşdirmək. 2. Əlinizdəki planı sadə, anlaşılan və cəlbedici şəkildə təqdim etmək. 3-cüsü, proses zamanı yaranacaq narahatlıqları, qorxuları, yəni emosiyaları düzgün idarə etmək. Və 4. Sonda da yeni, arzu olunan davranışları təşviq etmək, mükafatlandırmaq ki, bu bir vərdişə çevrilsin. Amma gəlin real danışaq. Siz nə qədər mükəmməl plan qursanız da, mütləq müqavimət olacaq. Həmişə olur. Bəs bu müqavimətlə nə etməli? Necə davranmalı? Əsas məsələ müqavimətlə döyüşmək deyil, onu dinləmək və anlamaqdır. Çünki insanlar çox vaxt pis niyyətdən yox, qorxudan, qeyri-müəyyənlikdən müqavimət göstərirlər. Yaxşı lider nə edir? Onların narahatlıqlarını qəbul edir, dinləyir, prosesə cəlb edir. Hətta bəzən ən yaxşı ideyalar, planınızdakı ən zəif nöqtələr məhz bu müqavimət göstərənləri dinləyərkən üzə çıxır. Bu əslində bir fürsətdir. Və beləliklə gəldik sonuncu, amma bəlkə də ən vacib mərhələyə. Hər kəsin ən çox səhv etdiyi, nəzərdən qaçırdığı o son addım. Bəs dəyişikliyin həqiqətən də baş tutduğunu necə bilərik? Bax, bu sitat məsələni tam izah edir. O zaman ki, yeni qaydalar, yeni yanaşmalar artıq bir dəyişiklik layihəsi kimi yox, bizim işləri həmişə belə görürük kimi qəbul olunur, bax o zaman dəyişiklik qalıcı olmuş sayılır. Yəni şirkətin DNT-sinə hopur. Bu, həm də o deməkdir ki, əvvəldə danışdığımız səhvlərdən birinə, yəni qələbəni tez elan etmək tələsinə düşmək olmaz. Bir-iki uğur qazandıq deyə arxayınlaşmaq yox, yeni qaydalar tam normala dönənə qədər işi davam etdirmək lazımdır. Bunu qalıcı etməyin də konkret yolları var. Birincisi, hamıya göstərmək lazımdır ki, baxın,
bu yeni davranışlar sayəsində şirkətin performansı, nəticələri yaxşılaşıb. Faktlarla, rəqəmlərlə sübut etmək lazımdır. İkincisi isə varislik planlamasıdır. Yəni, bu yeni istiqaməti davam etdirəcək yeni liderlərin yetişdiyindən əmin olmaq lazımdır. Beləliklə, bütün bunlardan çıxaracağımız əsas nəticə nədir? Dəyişiklik bir sprint deyil, marafondur. Bir hadisə deyil, bir prosesdir. Və düzgün yol xəritəsi ilə, düzgün addımlarla bu marafonda qalib gəlmək mümkündür. Unutmayın ki, dəyişməyən tək şey dəyişikliyin özüdür. Əsas sual isə budur. Siz bu dəyişikliyə liderlik etməyə hazırsınızmı?